İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Bu bayramı bizə mübarək elə. Gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Dünya və axirət bizi Həzrət Əlinin nuri vilayətindən ayrı salma. Bütün bu bəlaları, bu sıxıntıları bəşəriyyətdən, xalqımızdan uzaq elə. Türkiyədə də o yanğından əziyyət çəkən insanlara səbir, mərhəmət elə. Tezliklə o bəlanı Türk xalqının üzərindən uzaq elə. Bütün bəlaları müsəlmanlardan, bəşəriyyətdən uzaq elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Dünyada İmam Hüseyn ağanın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Allah yolunda şəhid olanlar, torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda eləmiş əziz şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Onların müqəddəs ruhunu bizə duaçı qərar ver.